Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugün Güvən 20 sınaqdan ikinci sınağın izahını sizlərə təqdim edəcəm. Gəlin vaxt itirməyək və başlayaq sualların izahına. Qələmimizi götürək. Deməli, birinci sualda qeyd olunur ki, Euler-Venn diaqramını tamamlamayan bəndi müəyyən edin. 12-ci saat qurşağı və 24-cü saat qurşağı. Baxaq, hansı bunu tamamlamır. 12-ci saat qurşağı biz bilirik 180 dərəcəlik meridian üzərində yerləşir. 24-cü saat qurşağı isə 0, yəni Qrinviçdə. Bütün yarımkürələrdə yerləşir. Bəli, bu hər ikisinə aiddir. Onun üçün bunu çıxarıq. Bizə aid olmayan lazımdır. Qərb sərhədi ilə şərq sərhədi arasında 15 dərəcəlik fərq var. Bu, bütün saat qurşaqlarına aid olan ümumi xüsusiyyətdir. Bütün saat qurşaqlarına. Onun üçün bu, tamamlayan bənd olduğu üçün götürməliyik. C-də deyir, orta meridianı ilə Bakı şəhərinin yerləşdiyi meridian arasındakı yerli vaxt 3 saat 20 dəqiqə təşkil edir. Baxın, 24-cü saat qurşağı üçün bu uyğundur. Bakı 50 şərq uzunluğunda 50 dərəcə fərq var. Bu da 3 saat 20 dəqiqə edir. Amma 12-ci saat qurşağı 180 dərəcəlik meridianda yerləşdiyi üçün Bakı ilə 130 dərəcə fərq eləyər və 130 dərəcəni də çevirsək saata 120 dərəcə eləyər 8 saat, 10 dərəcədə 40 dəqiqə, 8 saat 40 dəqiqə. Deməli, C variantı, yəni orta meridianı Bakı şəhərinin yerləşdiyi meridian arasındakı yerli vaxt 3 saat 20 dəqiqə təşkil edir. Bu, diaqramı tamamlamayan bənd olacaq. Düzgün cavab olacaq C. D-də deyir, Şimal Buzlu okeanı yerləşir. Bəli, bu hər ikisinə aiddir. Avrasiya materiki yerləşir. Bu da hər ikisinin kəsdiyi materikdir. Birinci sualın düzgün cavabı olacaq C bəndi. İkinci sualda qeyd olunur ki, coğrafi xəritələrdə hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsi vizual. Baxın, dəyərli dostlar, vizual sözün gördünüzmü? Burada biz götürməliyik kartoqram. Aydındır. Vizual sözün görən kimi kartoqram deməli götürməliyik düzgün cavabı. İkinci sualın düzgün cavabı D variantı. Keçək üçüncü suala. Üçüncü sualda qeyd olunur ki, aşağıda verilmiş xətti miqyasa əsasən həqiqi sahəsi 7500 km² olan gölün xəritədəki sahəsini hesablayın. Baxırıq. Həqiqi sahə 7500 km-dir. Miqyas 50 km-dir, baxın. Xəritədəki sahəni necə taparıq? Düsturumuza əsasən həqiqi sahəni bölməliyik, yəni 7500 km² bölməliyik miqyasın kvadratına. 7500 km, baxın yazırıq, 7500 km bölünsün 50-nin deməli kvadratı da olacaq 2500. 7500-ü də 2500-ə bölsək edəcək 3. Deməli, üçüncü sualın düzgün cavabı 3 cm². Aydın oldu mu? Biz burada sahə düsturunu yadımıza salmalıyıq. Xəritədəki sahəni tapmaq üçün həqiqi sahəni bölürük miqyasın kvadratına. Xətti miqyası çeviririk ədədi miqyasa. Bu da rahatdır. 50 km olacaq. Bu şəkildə düzgün cavabı tapırıq. Üçüncü sualın düzgün cavabı B. Dördüncü sualda qeyd olunur ki, planda miqyassız şərti işarələrlə təsvir olunmur. Miqyassıza aid olmayanlar. Dayanacaq miqyassız, tək yol miqyassız, bulaq miqyassız, teleqüllə miqyassız. Bəs çəmənlik? Çəmənlik isə konturlu. Deməli, çəmənlik miqyassız şərti işarələrlə təsvir olunmayacaq. Dördüncü sualın düzgün cavabı olacaq B. Beşinci suala keçək. Hansı iki materikin yerləşdiyi heç bir yarımkürə ümumi deyil? Maraqlı sualdır. Avrasiya, Cənubi Amerika. Avrasiya, şimal, şərq və qərb. Cənubi Amerika, şimal, cənub və qərb. Deməli, bunların hər ikisi şimal yarımkürəsinə və qərb yarımkürəsinə uyğun gəldiyi üçün götürməliyik. Antarktida, Afrika. Afrika ümumiyyətlə bütün yarımkürələrdə yerləşir. Antarktidada cənub, şərq və qərb. Deməli, bunlar da uyğundur. Cənubi Amerika, Avstraliya. Hər ikisi cənub yarımkürəsində. Şimali Amerika, Antarktida. Deməli, qərb yarımkürəsinə düşür ümumi. Avstraliya, Şimali Amerika. Baxın, Avstraliya, cənub,
və şərq yarımkürəsində, Şimali Amerika şimal və qərb yarımkürəsində. Deməli, bu iki materikin yerləşdiyi heç bir yarımkürə ümumi olmayacaq. 5-ci sualın düzgün cavabı olacaq Y. Keçək 6-cı suala. Miqyası 1 bölünsün 6 milyon 500 min olan xəritədə A və B məntəqələri arasındakı məsafə 12 sm-dir. Miqyası 1 bölünsün 1 milyon 950 min kilometr olan digər xəritədə həmin məntəqələr arasındakı məsafə nə qədər olmalıdır? Gəlin birinci hissəsini həll edək məsələnin. Burada bizə həqiqi xəritədəki məsafə verilib və miqyas verilib. Biz burada tapmalıyıq həqiqi məsafəni birinci xəritədə. Necə taparıq? 12-ni, yəni xəritədəki məsafəni miqyasa vurmaqla. Miqyas 1 bölünsün 6 milyon 500 min olduğu üçün 5 sıfır silərik, qalar 65. Vurarıq 12-yə. Edəcək 780 kilometr. Deməli, birinci xəritəmiz 780 kilometrdir həqiqi məsafəsi. İkinci xəritəmizin miqyası 1 bölünsün 1 milyon 950 min kilometrdir. İndi biz burada tapmalıyıq xəritədəki məsafəni. Yəni, miqyasın silərik 4 sıfırın. 1 sıfırı da silmək üçün bir vergül atarıq. Olar 19,5. 780-i də 19,5-ə bölərik. Deməli, 780 bölünsün 19,5. Bu da edəcək 40 sm. Aydın oldu. Deməli, məsələmizin birinci hissəsinə əsasən biz həqiqi məsafəni tapdıq 780. Daha sonra bunu qoyduq ikinci xəritədə və 780-i miqyasa bölməklə 19,5-ə bölməklə biz xəritədəki məsafəni tapdıq. 6-cı sualın düzgün cavabı olacaq Y variantı. Keçək 7-ci suala. 7-ci sualda qeyd olunur ki, hansı coğrafi hadisə Antarktida materikinin kəşfindən daha sonra baş vermişdir? Aha, baxırıq. Avropadan Hindistana gedən dəniz yolunun açılması. Bu 1498. Avstraliyanın kəşfi 1771. İlk dünya səyahəti 1519-21. Amerikanın kəşfi 1492. Şimal coğrafi qütbünün fəthi 1909-cu ildə Robert Piri tərəfindən. Deməli, düzgün cavab olacaq, yəni Antarktida 1820-ci ildə bildiyimiz kimi kəşf olunub Bellinghausen Lazarev tərəfindən. 1820-ci ildən sonrakı hadisə olacaq Şimal coğrafi qütbünün fəthi. 7-ci sualın düzgün cavabı Y. Keçək 8-ci suala. Sxemə əsasən kəsmə yüksəkliyinin 13 metr olduğunu bilərək çökəkliyin dərinliyini hesablayın. Baxın, biz 23-dən böyük 13-ə tam bölünən rəqəmi tapmalıyıq. Daxili horizontal həmin rəqəmə uyğun gəlir. Diqqətlə baxsaq, 23-dən kiçik 13-ə tam bölünən olacaq elə -13. Deməli, daxili horizontal oldu -13. Daha sonra, ondan sonraki horizontal olar 0. Daha sonra olacaq 13, müsbət 13, müsbət 26 və müsbət 29. Düzdürmü? Deməli, kənar horizontalımız da oldu 29. Kəsmə yüksəkliyimiz 13 olduğu zaman biz kənar horizontalı taparıq 29. Bizə deyir çökəkliyin dərinliyini hesablayın. Yəni 29 ilə 23-ü deməli toplayarıq. Bu da edər 62 metr. Yəni 8-ci sualın düzgün cavabı olacaq D variantı. 9-cu sualda qeyd olunur ki, kompleks xəritəni müəyyən edin. Kompleks xəritə biz bilirik ki, deməli burada 2 və daha çox komponent bir-biri ilə qarşılıqlı əlaqədə olur və bu da əsasən təbii zonalar xəritəsinə uyğun gəlir. Düzgün cavab B. Topoqrafi xəritə ümum coğrafidir. Bitki örtüyü, torpaq xəritəsi, iqlim tipləri də kompleks xəritələr hesab olunur. 9-cu sualın düzgün cavabı olacaq B. Onda deyir qrunt örtüyünü təsvir edən şərti işarələr. Baxın, qrunt örtüyünü təsvir edən şərti işarələr qruntun əvvəl ilk sözü q və həmin sözlərdə də sonluğu q ilə bitən. Şoranlıq, deməli, bataqlıq, bunun kimi çəmən yox, çəmənlik aid olmayacaq. Baxın, şoranlıq, bataqlıq kimi ərazilər, şərti işarələr aid olacaq qrunt örtüyünə.
Yəni, baxın, biz burada kolluğu çıxarıq, meyvə bağını çıxarıq, seyrək meşəni çıxarıq. Qalar 3 və 5. 10-cu sualın düzgün cavabı olacaq B variantı. 11-ci sualda qeyd olunur ki, şimal tropiki və şimal qütbləri arası üzərində qütb ulduzunun görünmə bucaqları arasında neçə dərəcə fərq var? Biz bilirik ki, qütb ulduzu hansı enliyin üzərindədirsə, həmin dərəcə bucaqla görsənir. Şimal tropiki 23,5, deməli, eyni bucaqla düşür. Şimal qütbləri arası da 66,5. Bunların fərqini taparıq. Şimal qütbləri arasında qütb ulduzu 66,5 dərəcə bucaqla düşər. Şimal tropikinə 23,5 ilə. Fərqini taparıq, bu da edər 43 dərəcə. 11-ci sualın düzgün cavabı olacaq A. 12-də qeyd olunub ki, hansı metamorfik suxur maqmatik suxurdan çevrilmişdir. Baxaq, mərmər çevrilib əhəng daşından çökmədir. Kvarsit çevrilib, deməli, kvarsit çevrilib qum daşından, bu da çökmədir. Cilli şist çevrilib cildən, cilli şistə çevrilir, bu da çökmədir. Almaz çevrilib qrafitdən, bu da çökmədir. Qneys isə qranitdən. Aha, qranit artıq necə çıxırdı? Maqmatik. Deməli, düzgün cavab olacaq 12-də D variantı. 13-də qeyd olunur ki, Günəş 10 dərəcə şimal enliyində zenitdə olanda hansı coğrafi enlikdə qütb gecəsi deyil? Aha, baxın, Günəş 10 dərəcə şimal enliyində zenitdə olanda 0 dərəcə bucaqla hansı enliyə düşər? Necə hesablayaraq bunu? Deməli, 90-dan çıxarıq onu 80, deməli 80 cənub enliyinə 0 dərəcə bucaqla düşür və 80 cənub enliyindən cənubda qalan ərazilərdə qütb gecəsi olar. Baxın, 82, 87, 90, 85 cənub enliklərində. Amma 75 cənub enliyinə Günəş hələ 5 dərəcə bucaqla düşür. Deməli, burada qütb gecəsi deyil. Aydın oldu. 13-cü sualın düzgün cavabı olacaq B. 14-cü sualda qeyd olunur ki, məşhur Azərbaycan coğrafiyaçısı Əbdürrəşid Bakıviyə aid olan yeganə kitab. Kainatın sirləridir, Qərbə kəşflərdir, Gülüstan-ı İrəmdir. Bu, Abbasqulu Ağa Bakıxanovun kitablarıdır. Qafqaz coğrafiyası, ümumi coğrafiya, deməli, Qafur Rəşad Mirzazadənin kitablarıdır. Abidələrin xülasəsi və qüdrətli hökmlərin möcüzələri isə məşhur Azərbaycan coğrafiyaçısı Əbdürrəşid Bakıviyə aiddir. Düzgün cavab 14-cü sualda D. 15-də qeyd olunur ki, 4 qərb uzunluğu və 9 şərq uzunluğu arasındakı yerli vaxt fərqini deməli hesablayın. 4 qərb uzunluğu və 9 şərq uzunluğu arasındakı yerli vaxt fərqini hesablayın. Deməli, biz qeyd edirik 4 qərb uzunluğu, Greenwich və 9 şərq uzunluğu. Bunların arasında 13 dərəcə fərq var. 13 dərəcənin neçə dəqiqə olduğunu tapmaq üçün nə edərik? 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 13-ü vurarıq 4-ə. Bu da edər neçə? 52 dəqiqə. Düzgün cavab 15-də C variantı. 16-cı sualda qeyd olunur ki, xəritə sxemdə verilmiş ərazilərdən hansında geotermik pillə daha kiçikdir? Deməli, dəyərli dostlar, dəyərli abituriyentlər, bir mənalı olaraq yadımızda saxlayırıq. Geotermik pillə daha kiçik olur geosinklinallarda, daha böyük olur platformalarda və daimi donuşluq sahələrində. Bizə daha kiçik ərazilər deyir. Baxın, 1 olar platforma, 3 olar platforma, 4 olar platforma, 5 Avstraliya. Amma 2 hansı ərazidədir? Baxın, Ant dağları. Cavan ərazidir bura. Geosinklinal ərazidir. Geosinklinalın inkişafının 3-cü mərhələsindədir. Deməli, bu ərazidə geotermik pillə necə olacaq? Daha kiçik. Aydındır. Düzgün cavab 16-cı sualda B. 17-də qeyd olunur hansı kartoqrafik təsvirdə miqyas daha kiçikdir? Ərazi daha böyük olan kartoqrafik təsvirdə miqyas daha kiçik olacaq əlbəttə. Müqayisə edək. Naxçıvanın, Avstraliyanın, Türkiyənin, Qarabağın və Xankəndinin xəritələrində və yaxud planında, Xankəndində məsələn, hansı daha kiçik olar? Ərazisi ən böyük olan. Yəni Avstraliya. Bunların içində sahəsi ən böyük olan Avstraliyadır və burada miqyas daha kiçik olar, təhriflər, ümumiləşdirmələr daha çox olar. Bizə miqyasın daha böyük olmağını söyləsəydi, biz məsələn götürərdik Xankəndi şəhərinin planını. Aydındır.
17-ci sualın düzgün cavabı olacaq B. Keçək 18-ə. Qeyd olunur ki, sxemə əsasən K nöqtəsindən hərəkətə başlayan təyyarə 2989 km məsafə qət edərək L nöqtəsinə çatmışdır. Baxın, K-da nəyə gəlmişik? 40 dərəcə şimal enliyi üzərində. Bu məsafə M nöqtəsindən başlayıb N nöqtəsinə çatan təyyarənin qət etdiyi məsafədən neçə kilometr azdır? Deməli, biz burada ilk öncə K və L məntəqələri arasında neçə dərəcə fərqin olduğunu tapmalıyıq. Bunun üçün nə edərik? 2989-u bölərik 40 dərəcəlik şimal enliyi üzərində 1 dərəcəlik paralelin uzunluğuna, yəni 85,4-ə. Bu da edəcək 35. Deməli, biz 35 dərəcə hərəkət etmişik. Aydındırmı? İndi bizə deyir ki, ekvator üzərində N-M məntəqələri arasında 35 dərəcə neçə kilometrdir? Aha, bunu da tapmaq üçün nə edərik? 35-i vurmalıyıq 111-ə. Aha, bu da edəcək 3885 kilometr. Digər məntəqəmiz, yəni K-L arasında isə 2989 kilometrdir. Və bizə bunların fərqini tapmağı tələb edir. Biz 3885-dən 2989-u çıxsaq, cavab olacaq 896 kilometr. Aydın oldu. 18-in düzgün cavabı A. Biraz qarışıq kimi görsənə bilər, amma çox rahat sualdır. K-L arasında, baxın, enliklərə diqqət edirik. 40 dərəcə olduğu üçün 2989-u böldük 85,4-ə 35 tapdıq. N-M arası ekvator üzərində olduğu üçün 111-ə vurduq 3885 və bunların fərqini tapmaqla düzgün cavab çıxdı 896 kilometr. Keçək 19-cu suala. Cənubi Amerika materikinin yerləşdiyi işıqlanma qurşaqları. Dəyərli abituriyentlər, Cənubi Amerika tropik və cənub mülayim işıqlanma qurşaqlarına aid olacaq. Şimalları çıxırıq, qütb dairəsi kəsmir, cənub qütbü də keçməz. 3 və 5. Düzgün cavab 19-da D. 20-də qeyd olunur, sxemə əsasən hansı ölkədə qış fəslinin olduğunu müəyyən edin. Baxın, şimal ərazilərində gecədir, cənubda isə gündüzdür. Deməli, qış gün dönümü günüdür və günəş cənub yarımkürəsindədir. Cənub yarımkürəsində yaydır, şimal yarımkürəsində isə qışdır. Cənub yarımkürəsində Madaqaskarda, Yeni Zelandiyada, Argentinada, Avstraliyada yaydır. Və harda qış olacaq? Təbii ki, şimal yarımkürəsində yerləşən Türkiyədə. 20-ci sualın düzgün cavabı olacaq A variantı. 21-ci sualda qeyd olunur ki, meridian çevrəsi ilə Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluqları arasındakı fərq nə qədərdir? Meridian çevrəsinin uzunluğu nə qədər idi? 40.009 km. Düzdürmü? Yaxşı, Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğunu necə tapardıq? Baxın, Bakı şəhəri yerləşir 40 dərəcə şimal enliyində. Və bu enlikdə 1 dərəcənin uzunluğu nə qədər idi? 85,4 km. Yaxşı, bəs ümumi paralel çevrəsinin uzunluğunu necə taparıq? Yəni 360 dərəcə neçə kilometr olar? Baxın, aydın oldu. Elə 360-ı 85,4-ə vurmaqla biz düzgün cavabı tapmış olarıq. Yəni Bakı şəhərinin yerləşdiyi deməli, paralel çevrəsinin uzunluğu. Bu da edəcək 85,4-ü 360-a vurduğumuz zaman 30.744. Aha. Və 40.009-dan 30.744-ü çıxsaq 9.265 edəcək. Düzgün cavab C variantı. Dəyərli abituriyentlər, baxın, biz hər hansısa paralel çevrəsinin uzunluğunu hesablayırıqsa, biz ilk öncə 1 dərəcəlik qövsün uzunluğunu bilməliyik həmin paralel üzərində və bunu 360-a vurmaqla çox rahatlıqla tapa bilərik ümumi paralel çevrəsinin uzunluğunu. 21-ci sualın düzgün cavabı C. 22-ci sualda qeyd olunur ki, 20-ci və 2-ci saat qurşaqlarının qərb sərhədləri arasındakı vaxt fərqini hesablayın. Baxın, bu Greenwich, yəni 0-cı və yaxud 24-cü saat qurşağı, 2-ci saat qurşağı və 20-ci saat qurşağı. Baxın, 20-ci saat qurşağından 24-cü saat qurşağına 4 saat, 0-cı saat qurşağından 2-ci saat qurşağına da 2 saat. Düzdürmü? Deməli, bunların arasında 6 saat
vaxt fərqi var və bizə deyir ki, saat qurşaqlarının qərb sərhədləri arasındakı vaxt fərqini hesablayın. Yəni baxın, qərb sərhədləri deyiləndə nə nəzərdə tutulur? İkinci saat qurşağından 7,5 qərbə gedərik və 20-ci saat qurşağından da 7,5 qərbə gedərik. Yəni eyni şey olacaq yenə. Aydındırmı? Buradan 7,5 qərbə getsə 2-ci saat qurşağından, yəni 2-ci saat qurşağı yerləşir 30 dərəcə şərq uzunluğunda. 7,5 dərəcə qərbə getsək, bu olacaq 22,5 şərq uzunluğunda. 20-ci saat qurşaqda 24-dən çıxarıq 4, 60 qərb uzunluğu. Qərbə getsək, bu edəcək 67,5. Qərb sərhədləri belə edəcək. 67,5 ilə 22,5-i toplasaq, bu edəcək, deməli, neçə? 90. Düzdürmü? 90 dərəcə. Deməli, bu iki saat qurşaqlarının qərb sərhədləri arasında 90 dərəcə fərq var. 90 dərəcəni də biz necə saata çevirərik? Bölərik 15-ə. Bu da edəcək neçə saat? 6 saat. Düzgün cavab A variantı. Yəni biz bunların orta meridianı arasında olan vaxt fərqini tapmaqla da düzgün cavabı tapa bilərdik. Burada lakin bir şey fərqlidir. Əgər bizə, məsələn, 20-ci saat qurşağının qərb sərhədi ilə 2-ci saat qurşağının şərq sərhədini desəydi, biz onda onu, baxın, bu şəkildə hesablamalıydıq. Amma qərb sərhədləri və yaxud şərq sərhədləri deyirsə hər ikisinin, deməli, elə biz ümumi orta meridiana əsasən düzgün cavabı tapa bilərik. 22-ci sualın düzgün cavabı olacaq A variantı. Qapalı test nümunələrini bitirdik. Gəlin indi keçək açıq tipli suallara. 23-cü sualda qeyd olunur ki, yerin planetar inkişaf mərhələsinə aiddir. Biz bilirik ki, yerin planetar inkişaf mərhələsi deməli, yerin planet kimi formalaşmasını əhatə edir. 2,5 milyard il davam etmişdir. Pantalasın yaranmasına qədər davam etmişdir. Gəlin ümumi olaraq variantlara baxaq. Qeyd olunur ki, yer səthində kütləvi şəkildə lava püskürmələri baş vermişdir. Bəli, biz bunu qeyd edirik. A erasında bir düzgün. Kriptozoy, fanerozoy eonları yox. Bu geoloji eradadır. Geoxronoloji cədvəldə biz bölürük bunu. Bu çıxar. Su buxarının kütləvi şəkildə kondensasiyaya məruz qalması ilə güclü yağışlar yağmış və pantalas yaranmışdır. Bəli, atmosferin yaranması və hidrosferin yaranması ilə ilkin okeanın yaranması aiddir planetar inkişafa. 2,5 milyard il davam etmişdir. Bəli, qeyd etdik. Pangeya Lavrasiya Gondvanaya parçalandı geolojida, qədim Tetis okeanında parçalandı. Deməli, Kaynozoyda, yəni geoloji erada. Lavrasiya Gondvana qurlarına isə Paleozoy erasında parçalandı. Bu eralarda geoloji inkişaf mərhələsinə aiddir. Deməli, 1, 3 və 4 olacaq yerin planetar inkişaf mərhələsinə aid xüsusiyyətlər. 24-də qeyd olunur ki, doğru fikirləri seçin. Lava qatı olduqda vulkanın yamacları dik olur. Bəli, baxın, lava qatı olduqda vulkanın yamacları dik, lava sıyıq olduqda vulkanın yamacları az meyilli olacaq. Deməli, bir düzgündür. Götürək. 2-də qeyd olunur ki, yerin dərinliklərindəki istilik nəticəsində yeraltı qaynar suları yüksək təsirlə səthə çıxaraq geyzerləri yaradır. Bəli, tamamilə düzdür. Burada heç bir yanlışlıq yoxdur. Əsasən biz qeyd edirdik İslandiyada, Kamçatkada, Yeni Zelandiyada, Siciliya adasında aktiv vulkanlarla bağlı olaraq geyzerlər səthə çıxırdı. Dünyanın ən hündür fəaliyyətdə olan vulkanı Vezuvidir. Xeyr, Liuliakodur, 6723 metr Ant dağlarında. Vulkanların forması püskürülən lavanın tərkibindən asılıdır. Bəli, vulkanların forması püskürülən lavanın, baxın, bayaq qeyd etdiyimiz kimi qatı və yaxud sıyıq olmasından asılı olaraq dəyişə bilir. Deməli, 4-də düzgündür. 1, 2, 4 doğru fikirlər. 5-də deyir, vulkan konusunun təpəsindəki çökəklik magma ocağı. Xeyr, bu krater adlanır. Deməli, 5-də yanlışdır. 24-cü sualın düzgün cavabı 1, 2 və 4 olacaq. 25-ci sualda qeyd olunur ki, Afrika litosfer tavası ilə həmsərhəd olmayan tavaları müəyyən edin. Litosfer tavalarının sərhədləri həm məktəb dərsliklərində, həm digər deməli nəşriyyatların dərsliklərində qeyd olunur. Baxın, diqqət etsək biz Afrika, Hind-Avstraliya ilə sərhəd olar, Ərəbistanla sərhəd olar, Naska ilə sərhəd olmaz, Filippinlə sərhəd olmaz və Sakit Okeanla sərhəd olmaz. Cənubi Amerika ilə də sərhəd olacaq.
Deməli, 25-ci sualın düzgün cavabı Afrika ilə həmsərhəd olmayan tavalar olacaq. Naska, Filippin və Sakit Okean. 3, 4 və 5. 26-cı sualda qeyd olunur ki, 22 iyunda şimal yarımkürəsində günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğunun dirəyin öz uzunluğuna bərabər olduğu coğrafi, deməli, coğrafi enliyin dərəcə qiymətini hesablayın. Baxın, burada biz bir şey yadda saxlayaq. Hansı sualda ki görürsünüz, dirəyin kölgəsinin uzunluğunun dirəyin öz uzunluğuna bərabər olduğu sözü işlənirsə, deməli bu günəşin 45 dərəcə bucaqla düşməsidir. Yəni, günəşin düz bucaqla düşdüyü 90 dərəcədir. Bunun yarısı 45 dərəcə ilə düşürsə, bu zaman şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna bərabər olacaq. Aydındırmı? Məsələn, qeyd etdiyimiz kimi, baxın, 2 metr olarsa dirək, kölgənin uzunluğu da olacaq 2 metr. İndi biz şimal yarımkürəsində 22 iyunda günəşin 45 dərəcə bucaqla düşdüyü ərazini tapmalıyıq. Cənub yarımkürəsinə də düşür 45 dərəcə, amma bu sualın şərtində bizdən təkcə şimal yarımkürəsindəkini istəyir. 22 iyunda biz bilirik günəş şimal tropikinin üzərində zenitdə olur, 23,5 şimal enliyində. Bu zaman 45 dərəcə bucaqla düşdüyü enliyi biz necə taparıq? Eyni yarımkürələ olduğu üçün hər iki, həm enlik, həm günəşin zenitdə olduğu ərazi 45-dən çıxarıq 23,5-i və 90-dan da çıxarıq tapdığımız ədədi. Bu da edər 68,5. Deməli, dəyərli izləyicilər, 22 iyunda şimal yarımkürəsində günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğunun dirəyin öz uzunluğuna bərabər olduğu coğrafi enliyi olacaq 68,5 dərəcə şimal enliyi. Bu 45 dərəcə məsələsini yadınızdan çıxartmayın. 27-ci sualda qeyd olunur ki, fərqli və oxşar cəhətləri eyilir Venn diaqramının köməyi ilə müəyyən edin. Konvergent toqquşma sərhəd və divergent ayrılma sərhəd. Litosfer tavalarının ayrılma sərhədləridir. Dedik divergent 2A. Fəaliyyətdə olan vulkanlara rast gəlinir hər ikisində. B. Oxşar cəhət. Litosfer tavalarının toqquşma sərhədləri olacaq konvergent C. Fəal seysmiklik hər ikisi fəal seysmik olacaq. Naska və Cənubi Amerika litosfer tavalarının ortaq sərhədinə uyğun gəlir. Bəli, baxın burada toqquşma konvergent olacaq. Hansı ki, nəticədə Ant dağları yaranmışdır. 1-ə də Y. Deməli, 1CY, 2A, 3BD. İndi keçək situasiya üzrə tapşırıqların düzgün cavablarına baxmağa. Deməli, ilk öncə gəlin situasiyanı oxuyaq. Qeyd olunur ki, yer səthinin kiçik sahələrinin yuxarıdan kiçildilmiş təsvirinə plan deyilir. Bəli. Məhəllin planının tərtibi üçün istiqamət, şərti işarələr və miqyasdan istifadə edilir. Şəkildə təsviri verilmiş plana əsasən aşağıdakı tapşırıqları cavablandırın. Gəlin baxaq. Miqyasa baxın 2000. Bu bizə lazım olacaq. Plandakı kəsmə yüksəkliyini və A çayın hansı istiqamətdə axdığını müəyyən edin. Baxın, kəsmə yüksəkliyi müəyyən etmək üçün gəlin horizontallara baxaq. Məsələn, baxın, bu 105-dir. Daha sonra bir horizontal da var və 135. Deməli, aralarında 2 horizontal var və 105 ilə 135 arasında 30 dərəcə fərqi var. 30-u bölərik 2-yə, 15. İndi gəlin yoxlayaq. 105, düzdürmü? Baxın, bu oldu 105. 15 gələk üstünə, bu olacaq 120. Daha sonra isə olacaq 135. Deməli, kəsmə yüksəkliyimiz nə qədər olacaq? 15 metr. 15 metr. Və A çayının, baxın, A çayının hansı istiqamətdə axdığını müəyyən edin, qeyd edir. A çayına baxsaq, gölə tökülür. Hansı istiqamətə? 90 dərəcəli yazımızla. Şərq istiqamətinə axacaq. Aydındırmı? 15 metr və şərq olacaq düzgün cavab. Keçək 29-a. Qeyd olunur ki, K nöqtəsindən hərəkətə başlayan qəsəbə sakini plan üzrə 30 sm yol getdikdən sonra yel dərmanının yanına çatmışdır. K-dan hərəkətə başlamışıq, 30 sm yol getmişik və baxın, yel dərmanının yanına çatmışıq. Onun getdiyi həqiqi məsafəni hesablayın. Aha, deməli 30 sm yol getmişik
Miqyasımız isə baxın 2000. Bunu metrə çevirsək edəcək 20 metr. 20 metr miqyasımız, xəritədəki məsafəmiz 30 sm. Həqiqi məsafəni necə taparıq? 20-ni 30-a vurmaqla. Bu da edəcək 600 metr. Deməli, bizim həqiqi məsafəmiz oldu 600 metr. Bunu hesabladıq. 600 metr. Və qeyd olunur ki, çatdığı yerdə konturlu şərti işarə ilə göstərilən coğrafi obyekti müəyyən edin. Hara çatdıq? Yel dəyirmanının yanına. Yel dəyirmanının yanındakı konturlu şərti işarə, baxın, bu ərazidir. Bu ərazidə nə olacaq? Üzümlük. Deməli, 29-cu sualın düzgün cavabı 600 metr və deməli, üzümlük. Keçək 30-cu suala. Planda verilmiş kolluğun həqiqi sahəsini hesablayın. Hanı kolluq? Aha, baxın, kolluq buradadır. 15 sm kvadrat. Miqyasımız 2000. Miqyası çevirdiyi metrə oldu 20 metr. Xəritədəki sahəmiz 15 sm kvadrat. Həqiqi sahəni necə taparıq? Deməli, xəritədəki sahəni, yəni 15 sm kvadratı vurmalıyıq miqyasın kvadratına. 20-nin kvadratına. Həqiqi sahə bərabərdir. 20-nin kvadratı deməli edəcək 400 və 400-ü vurmalıyıq 15-ə. Bu da edəcək 6000. Metrlə tapdığımız üçün edəcək metr kvadrat. Aydın oldu. Deməli, 30-cu sualın düzgün cavabı olacaq 6000 metr kvadrat. Aha. İkinci sınağımızın izahları bunlar idi, dəyərli izləyicilər. Növbəti dərslərimizdə növbəti sınaqların izahını verəcəm. Diqqətinizə görə təşəkkürlər.